Başkomandanın emir gözlerik, Ali Başkomandanın emir gözlerik. Kahraman əsgərik, alpərənlərik. Kahraman əsgərik, alpərənlərik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şəhidlərin hünəri bir şərafət, ömrü isə vətənin yeni adıdır. Vətən məndən, səndən, bizdən başlanır. Vətən doğulduğumuz yuvadan, boy atdığımız torpaqdan, küçədən, döngədən başlanır. Vətən qaçarkən yıxıldığımız, dizlərimizin sıyrıldığı, üz gözümüzün əzildiyi çınqıl daşından başlanır. Vətən uğrunda bu sevgili məmləkət naminə kimlər fəda olmadı ki? Babalarımızın miras qoyduğu Azərbaycan üçün necə canlar şəhid oldular, necə oğullar, atalar, həyat yoldaşları itirdik. Hər biri bir elin, bir obanın arxa dirəyi. Qəhrəman şəhidimiz kapitan Əsgərov Samid Gülmalıoğlu da bizə vətəni sevməyi sözdə yox, əməldə göstərdi. Bizə azadlığın verilmədiyini, alındığını bir daha sübut elədi. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olaraq bizə ölümdən sonra da həyatın var olduğunu, yaşamağın mümkünlüyünü göstərdi. Füzulinin azad olunmasına görə və vətən uğrunda medalları ilə təltif edilən qəhrəmanımız ömrünü bu yurdun ömrünə calayaraq dünyasını dəyişdi. Amma sadə insanlar kimi yox, gözün aydın vətən deyərək. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məkanları cənnətdə olsun. Qismətləri verilmişlər. Samid şəhidlik üçün yaranmışmışlar. 3 il Naxçıvanski, 4 il akademiya, 2 il tetin, 6 ildə kəşfiyyat komandiri adlamda. 1 ildə də rəis mavini gəlmişdi, 1.877. Ömründə bir dəfə 35 gün Oska vermişdilər. 25'i gelmişti, 26'sı getdi buradan dostları ilə sancaq atmağa. Böyle tezə getmişdi, qayıtdı, gəldi ki, komanda gəlib gedməli. Demək olar ki, Füzulinin uğrunda ilk erməni postunu yaran birinci Samid gəldi. Dostu zəng elədi. Mən doğrusu inanmadım ki, özüm getdim. Gedib özüm götürdüm, gəldim Füzuldan. Gedincə, gözümlə görməyincə inanmadım. Qismətləri beləymişdi.
Ya bir de oğlu qalıb 2 yaşında. Onun bebeği vardı. Allah bütün şehitlerimizi rəhmət eləsin. Məkanları cənnətdə olsun. Samit məzuniyyətli idi, müharibə başlamamışdı da hələ. Tez-tez rəisi zəng edirdi, o bilirdi də qarşı olurdu. Zəng edirdi tez-tez ki, rəis gedin, gəlim, qayıdım işmədə, gəlim. Dedim, ofisqada sana məzuniyyətim bitməyib, heç vaxt o məzuniyyətim bitirib getmirdi. Həmişə yarımçılıq qalırdı məzuniyyətim. Bir həftə qaldı. 26-cı günü səhər-səhər gəldi ki, zəng eləyiblər, balığa girmişdim. Zəng eləyiblər, mən qayıdıram işə, gülə-gülə. O qədər gülürdü ki, getdim süfrə arahladım, çörək yadı idi. Danışdı ki, kiminləsə, Turaladın oğlan idi, bəs mən danışığımla elə başa düşdüm ki, onlar neçədə əməliyyata keçəcəklər. Dedim, Samit, o nə deməkdir? Dedi ki, mama, mən qayıdıram, məzuniyyətimlə yarımçılıq qalır. Biz qayıdıram da, deyirəm ki, 5-cə yana işdə olacam, mənim məzuniyyətim bağlansın, işim bağlansın. Dedim, sən əməliyyat dedin, axı, dedi, yox, elə söz demədim, sən mama başa düşmədin. Mən gədə heç başa düşmədim ki, o döyüşdədir, qabaqdadır, hər gün məni alladırdı. Yəni, heç vaxt o iş barəsində, demək olar ki, danışmırdı. Xoşlanmırdı ümumiyyətlə. Sir verən də öyle heç vaxt. Ya da heç şəhid olaram sözün heç vaxt ağzına gətirməyib o ki, mama mən şəhid olaram ya nəysə belə. Heç vaxt elə söz demirdim. Amma axır vaxtlar bir də tez-tez dediyi söz var idi ki, mən baş saçlarım ağarsa ürəyim partlayar. Heç demə saç ağarmayacaqmış. Bir xəbər gəldi. Dedilər yalandır da, kəşfiyyat ola bilər ki, qabaqdadır, keçib. Allahdılar mı ama bilirmişlər özləri. 3 günü də atası gətirdi. Axırıncı 30 günü danışıb səhər-səhər görüntülü uşaqla danışıb görmək istəyib uşağı. Alınmayıb, uşaq yatmışdı. Bir gecə xəbər çıxdı, 3'ü gətirdilər. Atası özü getdi, gətirdi. Nə bilim, heç vaxt amma xəyalıma da gəlmirdi ki, yəni ki, döyüşdədir, qabaqdadır. Heç cür bildirmirdi, heç vaxt bildirmirdi ki, qabaqdayam, yəni, nə bilim, ana üçün çox ağır şeydir. Heç bir təsəllisi olmayan bir şeydir. Nə bilim, bir evladı qalıb, təsəllim bir də odur. Heç bir təsəllisi yoxdur. Heç cürdə inanmıram, heç cür qəbul eləyə bilmirəm ki, o yoxdur. Nə bilim, bəlkə də qəbul eləsəm elə bilirəm ki, belə ola bilmərəm. Qəbul eləyə bilmirəm. Nə bilim, heç son sözündə bilmədim. Ürəyindən nə keçdi, kimə nə dedi. Amma 28 idi deyəsən, mənlə danışdı. Dedim, gəlir, xırdalana gəlir. Gəlcinən evə, uşaq görsün səni. Dedi, hə, gəlib. Getdim. Orada çatanda zəng elədi ki, mama, mən burada yoxam. Mən qalıb getmişəm, orada təlim keçirəm. Bildirmədi. Getdim, gördüm, paltarlarını çıxardı belə, stolun başına qoyub evdə. Gəlin gəldi, Görkəzdə akademiya sənət hazırlayırdı ki, bir baxıcına paltarları var. Kostyumu yadı, tikili, təzə tikili elə də qaldı. Yəni, bütün arzuları yarımçıq qaldı. Həyatı kimi bütün arzuları da yarımçıq qaldı, nə deyim. Bu qədər çətin şeydir amma. Valideyn üçün çox ağırdır. Bunu yaşamayan bilə bilməz ki, valideyn nə çəkir. Gədə yaxşı gedirəm ki, evladı var. Bir dənə təsəllim odur. Samit çox yaxşı uşaq idi. Belə ailədə, ata-ana, ailəyə çox səmimi, mehriban uşaq idi. Həm də ki, bu uşaq körpə vaxtlarından elə hərbiyə çox meyilli idi. Samit bizim qəlbimizdə yox, bütün Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq. Çox vətənə sevgisi çox böyük idi. Çox mərd oğlan idi, belə vətənpərvər böyütmüşdüm onu, atasanız. Samit elə körpə balasını 2 yaşda Kənanında hərbi yerişlərə qədər öyrənmişdi. Şəhid olmalı xəbərini birinci mənə xəbəri gəldi, mənə zəng elədilər ki, belə bir şey var. Mən də o evdə çox çətinliklə evdəkilərə dedim. Çox çətinlik.
O xəbər heç vaxt mənim yadımdan çıxmaz. Çox darıxırım, ağlayırım. Samid yuxuma girəndə elə bilər ki, acığı gəlir o şeylə. Elə vəziyyətdə görürəm. Görürəm ki, istəmir bizim öyle bir sıxıntımızı. Gəlirəm deyirəm, çox darıxırıq, ağlayırıq. Yəqin ona görədir. Yəni belə şey o qəbul eləməzdi. Biz olsun bu qədər ağlayaq. Allah'ın hamısına deyirdi. İstəyirdi onlara belə yaşasın, hərbiçi olmalı. Bu qədər bu ateşkəs pozulub, ancaq o heç vaxt deməyib ki, belə bir şey ola bilər. Deyirəm, həmişə içərisində deyib ki, gedərəm, qələbi ilə qaydaram. Yəqin ona görə heç vaxt o belə sözləri gətirməyir ürəyinə. Şəhidlikdən bir gün qabaq o danışıb. Heç bir kəlmə deməmişdi yoldaşına. Heç nə. İki tərəfli bizə zərbə vurur. Çox çətindir, çox. Elə bir dünyamızı alt üst edib, iki ailənin ikisində. Çətindir, balaca Kənanla yaşayırıq. Samid o qədər İsmət uşağı idi ki. O mənim baldızımın oğlu olmaqdan əlavə. Yuvardan sonra mən ondan utanırdım. Eyni zamanda da o mən zəng eləməzdi, ancaq mesaj yazardı. Şəhidlikdən sonra ad günlərdə, bayramlarda o qədər gözlədim o mesajları. İşte için çox çətindir. Yəqin ki, olan yeri cənnətdir. Şəhidlərdir, ölməz ancaq. Yerdə qalanlar çox çətinlik çəkirlər. Onun özündən necə utandığım kimi qəbir üstünə gedəndə də həya edirəm. Deyirəm, dik baxıb gözü içinə heç nə deyə bilmirəm. Bütün şəhid ailələrinə səbir versin. Nə qədər istəyirik səbirli olaq. Neysələrlə, kaşkilərlə yaşayırıq. Əsgərov Samid, Neftçala şəhər 4 saylı tam orta məktəbin məzunu olub. O oxuduğu məktəb illərində şagirdlərin, müəllimlərin dərin hörmətini qazanıb. O məktəb illərində oxuyarkən mənə yaxınlaşdı müəllim kimi, sinif rəhbəri idim. Mənə dedi, müəllim, mən hərbiçi olmaq istəyirəm, Naxçıvanskiyə hazırlaşıram. Mənə kömək eləyə bilərsiniz, yəni məni hazırlaşdıra bilərsiniz. Mən də həvəslə 3 uşaq idi bunlar. 3 şagirdi götürdüm. Doğrudan elə həvəslə hazırlaşırdı ki, orada bütün dərslərə. Həm də ki, fizika fənnini daha çox sevdim. Dedi, müəllim, mən hərbiçi olmaq istəyirəm. Məktəbin ictimai işlərində iştirak edərkən o, elə deyirdi ki, mən hərbiçi olacam. Amma mən onun balaca olmağına baxaraq dedim, ola bilməz. Amma bütün dərslərini səylə çalışırdı. Mən Samid haqqında çox danışaram. Şagirdləri, müəllimlərinin hörmətini qazanıb. Müəllimlərlə, şagirdlərlə elə təmkinlə, elə sakit danışırdı ki, nə deyim mən Samid, inanmıram o şəhid olub yenə də. Amma şəhidlik vətən üçün, torpaq üçün elə bir hərbiçi olmaq istəyirdi. Elə bir ürəklərinə dammışdı ki, bizim torpağımız düşmən tapdağı altındadır.
Nəyin bahasına olursa olsun biz o torpağımızı qaytarmalıyıq. Ona görə həvəslə həmin illidən daxil oldu Naxçıvanski hərbi liseyinə. Samiri gördüm bir vaxt hələ oxuduğu illərdə hərbiçidə. Dedim, Samir dərslər necə gedir? Həvəslə dedim, müəllim, çox yaxşıdır, çox gözəl. Hər uşaqda, belə deyək də, hər şagirdimiz də daxil, yəni hər şagird ora daxil ola bilmir. Amma o həvəslə birinci daxil oldu. Vətən uğrunda, bu 44 günlük vətən uğrunda Samir qəhrəmancasına həlak oldu. Şəhidlər şəhadətdir. Samirin uşaqlığı kənddə keçib. Bir qardaşımla qapı qonşu olmuşuq, bir bağın içərisində olmuşuq. 4-cü sinifə qədər Bəhruz Rəşimovla Bayat kənd tam orta məktəbində oxuyub. İndi ailən müvəqqəti olaraq çətinliklə əlaqədar olaraq rayona köçdülər, uşaqlar oradan çıxıb gəlməli oldular. Gəlmək istəmirdilər, deyirdi ki, buradakı yoldaşlarımızdan orada yeyib tapa bilməyəcək. Ancaq o qədər mehriban uşaq idi həqiqətən. Qardaşın balası olduğuna görə demirəm. Bunun nə qədər özünü sevdirmişdi xalqa, elə o bu ya. Bunun nə qədər dostları var idi. 30 günü evdə xəstə anamla ikimiz oluruq. Televizoru açıq qoyuram, səs-küy olsun. Nəsə iş görürəm dedim, televizor işləyir orada. Dedi ki, düşmən bu gecə ordumuza ağır zərbələr indirib, 5 nəfər kəşfiyyatçımız həlak olub, Samir ardını eşidə bilmədi. Birinin adını çəkdi televizorda, nə bir şeydi, hansı kanal idi, yadımda yoxdur. Elə bildim, burada nəsə çöktüm, özümə gələ bilmədim. Səhərsi qonşum var, burada rayonda olur. Zəng elədi, mənim nətər söz. Dedim, şükür, yaxşı yox, nə qulluğuna bala. Samir nətərdir? Dedim, nə bilim, dünən danışmışıq. Mən danışmamışam, yoldaşa danışım, mənim xəbərim yoxdur. Salamatçılıqdır. Dedim, müəllim, nə söylə bir Samir haqqında yaxşı söz demirlər. Qızım da yanımdaydı, qardaşımın, o biri qardaşımın da yoldaşı yanımdaydı. Belə bir də onu dedim ki, nə danışırsan, nə deyirlər onun haqqında, ola bilməz. Bunu dedim, telefonu atdım. Təsəvvürün ki, qardaşım günün xəbəri yoxdur, Müdafiə Nazirinin xəbəri yoxdur, gör nə qədər geniş əhatə dairəsi var ki, rayon xəbər tutub, uşaqlar xəbər tutub, hamı bir-birindən, sən demə, telefonlara qoyurlar şəkli. Oğlana bir də zəng elədim, o qonşum oğlana, deyim, get bir də qardaşım günün həyətinə də gör, yanan ola bilməz belə bir hadisə. Gəldi, dedi, müəllim, sakitçilikdir, onda ola bilsin ki, səhv işimciyor. Amma mənə dəqiq mənbədə məlumat gəlib. Təsəvvür edin, bu taksiyə zəng edirəm, bura gəlmək üçün. Elə bir bütün yollarım bağlandı. O taksiyə zəng edirəm, bir səniyanda. Buna zəng edirəm, deyir ki, nə bilim, Bakıdayım, mən filan yerdəyəm. Neysə, bir yarım saatın içərisində taksi tapdım. Bacıma, qardaşıma xəbərlədim ki, da deyirlər ki, beləsinədir. Bir də ayırdan oğlana zəng elədim. Dedim, sən olasan Allahım, bir də mən xatirimə, hava qaralırdı da. Ged bir də gir oğlan gelin həyətinə. Gör nə var, nə yoxdur. Gedərəm birdən yalan olar, biraz o da məhcimsi olar. Gəldi, dedi ki, müəllim, maşınlardan ora yol yoxdur. Heç yarım saat çəkmədi arası. Dedim, maşınımı ora sürə bilmədim. Biz Qərəbəli yolunda gəlirdi yolunda. Bizə böyük zərbə oldu. Ən çox qardaşım arvadına, ailələrinə ümumiyyətlə bunlara. Böyük bir zərbə oldu. Mən qardaşımın üzünə baxa bilmirəm. Elə bir, bu 4 ayın içərisində qardaşım o qədər qocalıb ki, necə o balaca Kənan var. Həqiqətən də o Kənanla nəfəs alıb bu 2 ailə. O qədər mehriban idi Samir. Hər oktyabr 5-də birinci zəngimi ondan alırdım. Mən müəllimə deyirdi, bibi demirdi. Müəllimə təbrik edirəm. 12-sində bunun ad günü idi. Əvvəlcə o mənə zəng edirdi. Həqiqətən Samir haqqında o qədər danışa bilərdik ki, həmişə istəyirdi ki, yaxşılıq eləsin. Bir aylıq təlimə getdim.
Və biz gedəcəyik. Ey nura gençler bir yolun əbədi yolcusu olan, iki doğun atası, uca yaradandan və peyğəmbərlərimizdən sonra ən uca varlıq hesab edilən şəhidlərdəndir övladın. Tariximizin şanlı səhifələrini öz qanı ilə, şirin canı ilə təsdiqləyərək tarixin qızıl fonduna düşdü igidimiz. Oğlunun qalib ruhunu göz yaşlarına qərq etmə. O ölməzliyə qovuşub, kürəyi torpağa qoyulsa da, şəkli könüllərin aynasındadır. Ey dərdi ilə ucalan, dərdi ilə bir qürur heykəlinə çevrilən ana, sənin çəkdiyin ah, dağı, daşı əridər. Zülüm ağlasan da, şəhidinin şərafətli ölümünün önündə sağ qalmağının xəcalətini çəksən də, millət Samit kimi qəhrəmanları ilə öyündü. Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq bir gün son gəlir. Oğlunun sonu isə adilikdən çox uzaqdır. Ey şəhidin sevgili yarı, başını dik tut. Cənnətə ilk girənlərdən biridir Samidin. Təkcə sənə sevdalanmadı ki, vətənə də sevdalandı. Vətəni anası, ailəsi bildi. Yurt sevgisi imandandır. Bircə gün vətənin keşiyində durmaq, bütün dünyadan və dünyanın içindəkilərindən daha xeyirlidir. Çünki bu yolda etki yoxdur. Ya şəhidlik var, ya da qazilik. Atanla böyüyə bilmədin bala, amma atanın adıyla böyüyəcəksən. Başqa uşaqlar kimi, həmyaşıdların kimi ilbəil keçirilən ad günlərində böyüməyəcəksən. Sən daha tez böyüyəcəksən. Atanın kimliyini dərk etdikcə onunla fəxr edəcəksən. Şəhidlər heç zaman sadə insanlar kimi dünyasını dəyişmirlər. Şəhid ömrünün qarşısında əbədiyyət kəlməsi belə sönük görünür. Şəhidlik həqiqətən də qeyrət və hünər zirvəsidir. Hər kəsin də taleyinə bu müqəddəsliyə qovuşmaq yazılmır. İllər ötüb, qərinələr keçsə də, Samit kimi şəhidlər heç vaxt unudulmayacaq. Həmişə minnətdarlıq duyğuları ilə yada salınıb, xatirələrinə dərin ehtiram bəsləniləcək. Həmin vaxtı bunlar yaralandı. Bu tabordan da uşaqlar vardı, onlar da yarısı
döyüş vaxtı daim elə önündə gedən, Həqiqətən. ancaq irəli can atırdı ki, irəli hamı özlə bir yerdə, hamı bir yerdə irəliləyirdi qabağa. O şəhid olmamışdan bir gün qabaq, axşam şəhid qarşına qədər nə qədər yaralı çıxartmışdı. Allah ona rəhmət eləsin, Allah ona dünyasını versin. Yəni həqiqətən mən fəxr edirəm ki, yəni mənim elə bir böyük rəisim oldu üstümdə. Yəni onunla sinə arxasına qədərək döyüşmüşəm. Allah ona rəhmət eləsin. Allah sizlərə ömür versin. Onun uşağının yanında olasınız həmişə. 100 yaşasınız. Allah yerdə qalanlarınızı qorusun. Ömür versin sizlərə. Allah Samit qardaşımıza rəhmət eləsin. Samit qorxmaz, cəngavər, şəhid qardaşlarımıza görə biz Qarabağımızı aldıq. Təsəlli yerimiz odur ki, düşmən tapdağında olan torpaqlarımızı aldıq. Xalq olaraq, başda Ali Başkomandan, axırda sıravi işçilərimizə qədər, yol çəkənlərimizə qədər hamımız bir yumruq olduq, Qarabağımızı aldıq. Təsəlli yerimiz budur. 3000'e yaxın qardaşımız, qorxmaz qardaşımız şəhid oldu. Onların hesabına da Qarabağımızı aldıq. Bizdən daha cəngavər, daha qorxmaz, yəni Azərbaycanın qorxmaz 3000 kişisi hesabına aldıq Qarabağımızı. Allah hamısına da rəhmət eləsin. Allah sizlərə səbir versin.